3 Mart 2024-cü il buraxılış imtahana düşmüş sualın izahına baxaq. Həmin sualın eynisi 2025-ci birinci hissəsində cövherlərin qruplara ayrılması mövzusunda var. Yəni gördüyünüz kimi sağ tərəfdə qeyd etmişəm. Yəni sualın izahına baxaq. Adətən belə suallarda şagirdlərin bir çoxu şəkli görüb sualdan qorxurlar, sualı yaza bilmirlər, düşünürlər ki, çətindir. Halbuki bu sual çox sadə sualdır. Verilib ki, sahəsi S2 düzlüğünə verilmiş düzbucaqlı formasında metal lövhədən sahəsi S1 düzlüğünə verilmiş düzbucaqlı formasında hissə kəsilibdir. Yəni bizim ümumi düzbucaqlımız S2-dir və S1 hissə kəsilibdir. Kəsilmək deməkdir, yəni azalılıbdır, çıxıbdır. Ona görə biz nə etməliyik? S2-dən S1 çıxmalıyıq. Yazırıq 2x kvadratı üstə gəlsin 7x üstə gəlsin 3. Bu bizim S2-mizdir. Biz ondan çıxacağıq S1-i. Çıxılsın x kvadratı, çıxılsın 7x, çıxılsın 12. Bərabər x kvadratı çıxılsın 9, x kvadratı 9-u 3-ün kvadratı kimi yazsaq, x kvadratı çıxılsın 3-ün kvadratı alınır. Biz də bu halda müxtəsər vurma düsturunu yadımıza salmalıyıq ki, bu kvadratlar fərqinin açılışıdır. Yəni a kvadratı çıxılsın b kvadratı bərabərdir. A çıxılsın b vurulsun a üstə gəlsin b. Biz də bunu açaq, alınır x çıxılsın 3 vurulsun x üstə gəlsin 3. Ümumi sahədən kəsən hissəni çıxdıqdan sonra qalan hissənin sahəsi qaldı. Yəni s qalan bərabərdir x çıxılsın 3 vurulsun x üstə gəlsin 3. Burada qalan sahəmiz nədir? Düzbucaqlının sahəsidir. Düzbucaqlının sahəsi biz bilirik ki, n-in uzunluğunun hasildir. Yəni s bərabərdir a vurulsun b-dir. Bizə də uzunluğu x üstə gəlsin 3 veribdir. Uzunluğumuz x üstə gəlsin 3-dür uzunluq. Deməli yerdə qalan vurulmamız, yəni x çıxılsın 3 isə a olacaq. Yəni düzbucaqlının eni. A bərabərdir x çıxılsın 3.